Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdu es-sena'u lillahi rabbil alemin vel akibetu lil muttaqin. Thumma salatu ve selamu ala Resulillahil emin a'ni Ebel Kasimi Muhammed. Allahümme salli ala Muhammed ve ali sallallahu aleyhi ve alihi ve sellem ve ala ehli beytihi teyyibine tahirinel me'asumin. Siyama namusu dahr veliyyil asr Hüccet ibnil Hasan Accelallahu Teala faracahu şerif ve la'netullah ala a'daihim ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefkahu kavli. Esselamu aleyküm ve rahmetullah. Ağamız, seyyidimiz, Mevlamız, başımızın tacı, İmam Zaman Ağanın salamat olması, nazənin qəlbinin bizlərdən razı və xoşnud olması, düşmənlərinin məhvi, zuhur və qiyamının təcilinə salavat hədiyyə elə. Allahümme salli ala Muhammed və ali Muhammed. Xudavənd-i Müteal gələn günlərimizi xeyr eləsin inşallah. İbadət, itaətlərimizi qəbul eləsin. Mümkündür ki, bugün Recep ayının axırı, sabah Şabanın biri olsun. Allah inşallah Recep'imizi de mübarək eləsin, Şabanımızı da mübarək eləsin və gələn ildə bizlərə Recep və Şaban ayını qismət eləsin inşallah. Nə qədər mümkün oldu, zikr elədik, ibadət elədik, itaət elədik, Allahla razı niyaz elədik, Allah hamısını qəbul eləsin inşallah. Şaban da balaca ay deyil, o da mühüm aylardandır və o ayda böyük mövludlar var. İmam Zaman Ağa kimi böyük mövlud, İmam Hüseyin Ağa kimi, İmam Səccad Ağa kimi, Əbülfəzl Əbbas Ağa kimi, Əli Əkbər Ağa kimi böyük mövludlar var. Bu ayda Xudavənd-i Müteal o məsumların, xüsusən ümumən bütün məsumların həyatı kimi bizim həyatımızı da silsin, təmizləsin, paklasın inşallah. Bəhsimiz ədəbi, ilahi ədəbdə. Ədəbi təhsil eləməkdir. Təhsil yəni hasil eləmək. Necə ədəbi hasil eləyək? Bəhsimiz bu idi. İki yol öyrəndik. Dedik ki, bu iki yolla insan insani, ilahi, ədəbi əldə edə bilər. Birinci yolu elm və ağıl demişdik. İkinci yol elm və ağıl ilə, elm və ağlın vasitəsilə bizə çatan hər hansı bir əməlin təkrarı. Ki, axırıncı bəhsimiz o idi. Əməl nə qədər? Əlbəttə, yenə ərz edirəm, elm və ağıl vasitəsilə tanınmış əməl. Nə hər əməl? Yəni, hər əməl desin, xəyalı bir əməl olar. Çoxlu təkrar edərsən, mələkə olar, sonra təmizləyə bilməzsən, çıxarta bilməzsən onu. Ona görə də əvvəlcədən bilmək lazımdır, hansı əməli təkrarlamaq lazımdır. Orada diqqətli olmaq lazımdır. Tanınmış, elm və ağıl vasitəsi ilə tanınmış əməli təkrarlayırıq, tam mələkə olsun. Həmin o 5-6 silsilə ki var idi, ərz eləmişdik ki, himmətli və s. onları etmək lazımdır və ardıcıllıqla eləmək lazımdır ki, insan geçsin onu tələb eləyə, bilsin, əldə eləyə, bilsin. Bu iki yol. Üçüncü yol. Üçüncü yol qulaq və göz yoludur. Qulaq və göz yolu. Bəzən
qulaq yolu ilə insan hərəkət eləyir, bəzən göz yolu ilə, bəzən hər iki yolla. Hər halda adım belə qoyarıq. Deyərik ki, qulaq və göz yolu vasitəsilə ilahi ədəbi biz hasil edə bilərik. O da xırda-xırda qulağın vasitəsilə, gözün vasitəsilə gəlir və insan onu təkrarlayır. Təkrarladıqca o əməl mələkəyə çevrilir. Burada həm gözəl əməldən söhbət gedir və həm də günahdan söhbət gedir. Hər iki halda. Bu yolun adını təqribən belə də deyə bilərik. Qulaq və göz yolu ilahi ədəbi təhsil etməkdə deyirik musahibət. Belə bir ad da qoya bilərik buna. Çünki qulaq və gözdən istifadə edirsənsə, qulaqdan istifadə edirsənsə, deməli səsi eşidirsən. Səsi eşidirsənsə, deməli kimdənsə eşidirsən. O sənin musahibindir. Əgər görürsənsə gözündən bəsəri yoldursa, o da sənin musahibindir. Yanındadır ki, görürsən. İnsan yanındakindən eşidər və nə eləyər? Görər və onun xislətlərini bir-bir götürər və təkrar eləyər və təkrar elədikcə mələkəyə çevirilər və bu da fərqi yoxdur. Ya yaxşı əməl, ya pis əməl. Hər iki belə deyək, tərəfə aiddir bu. Deməli, musahibət də bunun adını qoya bilərik. Əmir əl-Möminindən belə bir rivayət var. Buyurur Əmir əl-Möminin, Calisil uləma yəzdəd ilmək. Buyurur, alimlərlə oturub duran adamın elmi çoxalar. Bu nədir? Səmi'idir. Bu qulaq vasitəsilə belə deyək, elmi çoxaltmaqdır. Dalıcan buyurur, və yəhsun ədəbək. Dalıcan buyurur ki, elə ki alimlə oturdu durdu, elmi çoxaldı. Elmi çoxalan kimi və yəhsun ədəbək. Gözəlləşər ədəbi. Bu nə yoldur? Üləma ilə oturub durmaqda həm alimi eşidəcək, həm alimi görəcək. Eşitmək və görmək onu ilə musahib edəcək və həmən o musahibət onun ədəbini nəticə etibarı ilə gözəlləşdirəcək. O ki, deyirlər, alimin üzünə baxmaq ibadətdir, mənası budur. Alim oturmağına fikir verir, durmağına fikir verir, danışığına fikir verir, baxışına fikir verir, kəlmələrlə danışığına, ədəbli danışmağa, qışqırma, səbirli olar və sükuta yer verər və s. Bu şeylərin hamısının üst-üstə baxarsan ki, bundan həm qulağınla ondan götürərsən, həm gözünlə götürərsən və calisil uləma yəzdəd ilmək. Buyurur, alimlərlə oturub durmaq elmi artırar və yəhsun ədəbək, gözəlləşdirər ədəbi, nəticə etibarı ilə belədir. Bəs bu hansı yoldur? Qulaqla, gözlə ilahi ədəbi hasil etmək üçün, təhsil eləmək üçün zəruri məsələlərdəndir. Ona görə üçüncü yol kimi bunu ustad göstərir. İnsanın musahib yolu ixtiyarsız baş verir. Bunda diqqət etmək lazımdır. İxtiyarsız. Bu nə deməkdir? Əlbəttə, bu şərt deyil və mütləq deyil. Amma 199 belədir. 199. İxtiyarsız baş verir. Sən bilmirsən onca baş verir. Musahib yolu, bu üçüncü yol, naxodagah deyirlər buna. Özün bilmədən, ixtiyarsız bir də görsən ki, çönmüsən, ozur olmusan. Təsəvvür elə bir nəfər, üzr istəyirəm, batini xisləti itdi. Batini xisləti itdi. Bu da evlənib, övladı olub. Evlənib, övladı olub, indi övlad da buna baxır.
baxır, bu da həmən o zahiri, əxlaqi sifət ki, bunda həmən o heyvandır. O da elə davam eləyir də hər gün evdə. O davam eləyir, övlad da onu görür. Övlad da elə böyüyür. İxtiyarsız böyüyür. İxtiyarsız o cür böyüyür. Nəyə görə deyirlər ki, misal üçün, o üzr istəyirəm, rivayətdə var da, yəni rivayəti olduğu kimi deyirəm, deyir, xanımla kişi bir-birlərinə yaxınlaşmasınlar, bir-birləri öpməsinlər. Uşağın yanında beşikdə olsa belə, bir günlük beşikdə olsa belə. Olmaz. İcazə vermir. Buna icazə verməyən İslam dini oradan bu yana sən hesabla ki, nəyə icazə vermir? Niyə görə icazə vermir? Ona görə deyir, naxodagahdır, ixtiyarsızdır, keçir ona. Keçir, o cür başlayır böyüməyə. O, həmən o pis xislətlər və yaxçı xislətlər, fərqi yoxdur, yaxçı və pis, ikisi də əsər qoyur onda, əsər. Əsər, yəni təsir. Təsir qoyur. Dəfələrlə demişəm sizə ki, bir müəllif bir kitab yazırsa, deyirlər bu müəllifin əsəridir. Deyir, misal üçün filan kəs müəllif var, əsərləri çoxdur. Əsər. Əsər sözü təsir sözüdür. Yəni, beynindəkiləri kitab vasitəsilə təsir eləyir sənə. Və sən də düşürsən onun altına. Olursan onun kimi. Ona görə diqqətli olmaq lazımdır. Əmir əl-Möminin buyurur ki, Calisul üləma yəzdəd ilmək və yəhsun ədəbək. Buyurur, alimlə oturdur. Alimlə oturdur ki, naxodagah, ixtiyarsız əsəri alimdən qəbul eləyəsən. Da bundan yox. Onlarla oturub dursa, insan Netanyahu ilə oturub dursa, Trumpla oturub dursa ki, Trump olardı. Başa necə olarsan? Muaviyə ilə oturub durursan, Muaviyə olarsan. Yezidlə oturub durarsan, Yezid olarsan. Hüseynlə oturub durarsan, Hüseyn kimi olarsan. Hüseyn ola bilməzsən, Hüseyn kimi ola bilərsən. Hə. Belədir. Burada diqqətli olmaq lazımdır. O çox mühüm məsələdir. Bu üçüncü yol çox mühüm məsələdir. Deməli, insanın musahib yolu ixtiyarsız insanın üzərində əsər qoyur və o qədər əsəri güclüdür ki, bütün yol və yollar, sirələr, sünnələr hamısı onun üzərində tənzimlənir. Tənzimlənir. Üç şey var. Pis və yaxşı fərqi yoxdur dedik. Yəni, mən burada daha tez-tez işlətməyəcəm bunu. Mənfidir, müsbət də. İkisi də belə gedir. Paralel gedir. Bir, ixtiyarsız olur. Bu musahibət. İxtiyarsız olur. İki, əsər qoyur. Üç, insan zahiri əməllərini onun ilə tənzimləyir. Bu üç şey baş verdi. Mənfidə baş verdi, batdın. Ona görə müsbətə bunu çevirmək lazımdır. Bəs birinci nədir? İxtiyarsız. İki, ixtiyarsız gəldikcə əsər qoyur, yəni təsir eləyir. Üç, onunla insan ədəbini, pis və yaxşı, ədəbini nə edir? Tənzimləyir. İnsan o ilə tənzimləyir. Və bu tənzimləməkin mənası budur ki, sən ardıcıllığı belə düzmüsən. Ardıcıllığı belə düzmüsənsə və pis düzmüsənsə, indi bunu təmizləmək lazımdır. Təsəvvür eləyin. Özü əsəri tərtibidir. Nəticə, insan eləyə bilər birinci və ikinci yoldan əlavə ki, ağıl və elm yolu və təkrar yoludur. Ondan əlavə qulaq və göz yolu ilə da özünü ədəbləndirsin. Həm pisə, həm yaxşıya. Burada mühüm həm ev əhlidir, təsir eləyir, həm də qonşular. Qonşu da bunun içindədir. Qonşuların da böyük təsiri var. Evin içində hər şey yaxşıdır. Qonşuda bir dənə var, əxlaqi, üzr istəyirəm, it olan biri var. O da təsir eləyir.
Ona görə uşaqlara icazə vermək lazım deyil elə insanlarla oturdurmağa. Oturdur uşaqlarla. Öz həmtaylarınla oturdur. İndi 1 yaş aşağı, 3 yaş yuxarı məsələn. Bunlarla oturdur. Əsasən öyrətmək lazımdır uşaqları. Geçsinlər, onsuz da bizim bu bəhsimiz var, işarələr eləyirəm. Öyrətmək lazımdır uşaqları. Özlərindən 10 yaş böyüklərlə oturdursunlar. Çox mühüm məsələdir. Əgər 10 yaş özlərindən böyüklərlə oturub dursalar, onların ağılları özlərindən qabaq gedəcək. Məsəl üçün 15 yaşında 25 ilə oturub dursa, 25-in ağlı 10 ildir keçib 15-i. Onu verəcəklər onlara. Mən həmişə deyirdim o yaxınlara da bizimkilərə. Deyirəm ki, məsələn 15 yaşın var, istəyirsən ki bir şey öyrənəsən. Gedib 15 yaşlı 50 dənə də həmtayınla öyrənsən, onu istəsən öyrənəsən, heç nə öyrənə bilməyəcəksən. Niyə? Çünki hamısının yaşı 15-dir. Bu məsələ təcrübəyə bağlıdır. Təcrübə zaman deməkdir. Zaman keçdikcə insan təcrübə əldə eləyir. Sən bu məsələni 15 yaşında bilmək istəyirsənsə, öyrənmək istəyirsənsə 15-lər yox, 25-lərdən soruşmalısan. O 25-lər səni daha yaxşı başa salacaq. Çünki zaman etibarı ilə səndən 10 il qabaqdılar. Onlar bunu ediblər. Bu səhvləri buraxıblar. Sən 15-lərlə oturub dursun ki, öyrənəsən, öyrənə bilməyəcəksən. Götürəcəksən, amma öyrənə bilməyəcəksən. Öyrənmək başqa şeydir, götürmək başqa şeydir. Yenə hamınızda 50-100 də olsanız, yenə nə edəcəksiniz? Yenə itirəcəksiniz. Bir dənə bu uşaqları başa salmaq olmur ki, zaman itirirsən, özündən böyüklə oturdur. Nə qədər özündən böyüklə oturub durdun, azından bir dənə şey öyrənəcəksən, azından. Amma həmtayından nə öyrənəcəksən? O da sən baxdığına baxır. Eyni yaşdasınız da. Sən baxdığına baxır, sən oxuduğuna oxuyur, sən yediğini yeyir, eyni yaşdasınız. Yuxarıya baxmaq lazımdır. Yuxarıya. Nə qədər insan yuxarı ilə oturub dursa, elə bizə də aiddir ya. Mənim 50 yaşım var, 70-ilə oturub, nə qədər 70-ilə oturub dursam, çox şey öyrənərəm. Onlardan keçər bizə. O tək uşağa aid deyil, yəni çırt-çırt eləmiyor. Bu sizə də aiddir. Burada əsas nədir? Əsas ailənin içində olan, yəni ev əhli və qonşular bərabərdir. Tərtibi əsər. Tərtibi əsər mühüm məsələdir. Tərtibi əsər, tərtib nə deməkdir? Məsələn, 50 mövzuda kitab var, hər biri 15 cild. Bir var ki, bunları necə gəldi yığasan, cildləri hardan tapacaqsan. Bir də var ki, tərtiblə yığasan. Bir deyirsən, tərtiblə yığılır əlifba sırası ilə. A-lar, sonra A-dan sonra B gəlirsə, A-dan sonra B-lər, sonra elə beləncə ilə, sonra A-lar qutardı, keçirsən B-yə, B-dən sonra birinci hərf A-lar, ta elə belə nədir? Düzürlər gedir əlifba sırası ilə. Bir də mövzuyu düzürlər. Buna deyirlər tərtib. Məsəl üçün, bir dənə təfsir kitabıdır, 50 cild. Birinci yığdın 50 cildi qutardın. Keçdin Nəhcü Bəlağa 15 cild, onu yığdın. Yoxsa ki, bu onun içinə qarışsın, o bunun içinə qarışsın. Deməzlər ki, bu kitabları tərtiblə yığıb. Deməzlər. Kitabın tərtiblə yığılması hər mövzuda öz cildləri də bir-birinin dalıcan. 1, 2, 3, 4, 5 belə. Buna deyirlər tərtib. Deməli, ev əhli və qonşular, uşaq, qeyri-uşaq, evin içindəyin ki, mövzu uşaqdır. Mövzu uşaqdır burada. Onlar elə təsirlənirlər ev əhlindən və qonşulardan ki, o əsər, o təsir tərtib qoyur onda. Əsərlər tərtibi gedir. Əsərlər tərtibi gedəndə, yəni ardıcıllıqla gedəndə, yaxşı da yaxşıdır. Pisi soru qopardıb çıxartamayacaqsan oradan. Pisi. Olub, mən bilirəm, tanıyıram, bəzi analar düşüblər övladlarının dalıcan, çoxdankı söhbətlərdir. Düşüblər övladlarının dalıcan, övladlarını qopartsınlar o pislərdən, indi həmən uşaqlar təşəkkür eləyirlər analarına. Nə yaxşı, anam düşdü mənim dalımca, yoxsa deyə mən də onlardan olacaqdım. Amma indi ki, düşüb dalıcan, söyür anasın. Ki, düşüb dalımca qara-qara, mənnəm neyniyim, mən uşağam, mən neyəm? Uşaqsan da. Bir deyirsən, 50 yaşında adam uşaq olur. Uşaqsan. Düşüb dalınca yaxşı eləyib də. Pis eləməyib ki. Nəyinir? Düşüb dalınca səni məsciddən çıxartıb bara aparmayıb ki.
Düşüb dalınca səni bardan çıxartıb meçidə aparıb da. Bir vaxt gələcək təşəkkür eləyəcəksən. Ondakı ətrafa baxdın, gördün, təşəkkür edəcəksən ki, ay, düz eləyib. Valideyn elə yaxşı eləyib ki, belə eləyib. Yoxsa mən hardaydım? Doğrudan. Bu elə hamısımıza aiddir. Deməli, ev əhli və qonşulardan təsirlənmək bu əsəri tərtibi. Yəni, bu təsir qoyur, amma təsiri də tərtibidir. İmam Sadiq əleyhissalamdan belə bir rivayət var. Buyurur İmam Sadiq əleyhissalam. La yazalu el-abdul mu'min yurisu əhl beytihi el-ilmə vəl-ədəbəs salih hatta yudxiluhum el-cennətə cəmiən hatta la yefqidə minhum səğirən və la kəbirən və la xadimən və la carən. Əcib rivayət. Buyurur İmam Sadiq əleyhissalam, mümin bəndə daimi öz ev əhlindən irs aparır. Yəni, biz valideynlərimizdən irs aparmışıq. Həm maddi irsdir və həm də mənəvi, ədəbi irsdir. Atamızdan nə öyrənmişiksə uşaqlıqda hərəkətlərindən, anamızdan hərəkətlərindən nə öyrənmişiksə, o da bizə irs qalıb. Amma İmam Sadiq əleyhissalam buyurur ki, mömin bəndə öz əhlindən, ev əhlindən irs aparırsa, o irsi la yazalu. La yazalu yəni əbədən aradan getməz. Heç vaxt. Bir. İkinci. Əsəri tərtibisi budur. Ahirətdə öz əhlindən, uşaq olsun ya böyük, xadim olsun, yaxud qonşu olsun. Hamısı ondan şəfaət aparacaq. Ondan şəfaət aparacaq. Təsəvvür edirsən? Yəni onlara şəfaət edəcək. Hətta qonşuya şəfaət edəcək. Əksinə bax. Və la yezalu əl-abdul asi. Abdul asi yəni günahkar bəndə. Yurisu əhlə beytihi. Öz ev əhlindən irs aparır. Əl-ədəbə səyyi. Günah ədəbi. Hətta yudxiluhumun narə cəmiə. Buyurur ki, hamısını aparar cəhənnəmə. Yəni, bir dənə xarab olsa, xarabın ətrafındakı uşaqlar hamısı tabi olsalar ona ki, ixtiyarsız əsər qəbul edəcəklər və ömürlərini o ilə tənzimləyəcəklər və bilmədən özləri də gedəcəklər düz cəhənnəmə. Hətta həmən o pis xasiyyətdə olan bunların hamısına şəfaət eləyəcək cəhənnəmə. Aparacaq cəhənnəmə. Hətta la yefqidə fiha min əhli beytihi səğirən və la kəbirən və la xadimən və la carən. Buyurur, qoysun da aparar cəhənnəmə. Xadimin də aparar cəhənnəmə. Kiçigi də aparar, böyüyü də aparar. Hamısını aparar cəhənnəmə. Hamısını cəhənnəmə həll eləyər. Və başqa bir rivayət mənəndə qutarım. İmam Sadiq əleyhissalamdan. İmam Sadiq əleyhissalam, Quranda belə bir ayə var. Buyurursun, qu ənfusakum və əhlikum nara. Belə bir ayə var Quranda. Buyurur, özünüzü və ev əhlini cəhənnəm odundan nicat verin. Belə bir ayə var Quranda. İmam Sadiq əleyhissalam buyurur, ləmma nəzələt. Elə ki, bu ayə nazil oldu. Ya əyyuhəl-ləzina amanu qu ənfusakum və əhlikum nara. Ey möminlər, özünüzü və ev əhlini cəhənnəm odundan azad edin ayəsi nazil oldu. Qalən nas. İnsanlar soruşdular Rasulullahdan, keyfə nəqa ənfusəna və əhlina. Özümüzü və ev əhlimizi cəhənnəm odundan necə nicat verək? Neyniyək? Qalə Rasulullah. Rasulullah buyurur, İ'məlu əl-xeyrə. İ'məlu. Xeyr işlər görün. Və zəkkiru. Xeyr işi. Xatırlayın. Deməli, birinci, i'məlul xeyrə. Xeyr işi görün. Və zəkkiru bihi. Xatırlayın o xeyr işi. Və əhlikum
əhlinizə, yəni həm özünüz xeyir iş görün, həm əhlünüzə xatırladın. Həm özünüz xatırlayın, həm onlara deyin. Və əddibuhum, ədəbləndirin əlinizin altında olanları əla taatillah, Allahın taətində. Əgər Allahın itaətində onları həm ədəbləndirdiniz bir, həm dediniz iki və həm də xatırlatdınız üç, əgər bunları elədiniz, Qur'anın ayəsinin məntiqi budur ki, elə bil həm özünüzü, həm də ev əhlini çıxartmısınız cəhənnəmdən. Bu hədislər elə həmən səmi və bəsəri yoldur. Yəni həm qulaq, həm də göz yoludur ki, əlbəttə ən üstünü burada göz yoludur. İnsanlar istəsələr özlərini və ev əhlini cəhənnəmdən qutarsınlar, burada ən üstünü göz yoludur. Qulaq azdır, göz yoludur əsas. Niyə görə? Göz yoludur, çünki onlar sənə baxırlar. Sən etməsən, onların ancaq qulağından istifadə eləsən, onlar heç vaxt qayıtmazlar. Sən də görmürlər axı. Sən görə göstərəsən. Didiyi ki, onların qulaqları eşidir, görə özün göstərəsən. Görmək eşitməkdən bu yerdə üstündür. Ona görə də əsas bu bəsəri yoldur ki, bundan istifadə etməliyik. Elhamdülillahi Rabbil aləmin. Peyğəmbər və əhl-i beytinə salavat edəyirik. Allahümmə salli ala Muhammed və ali